xalqa həsr edilən bir ömür. Ordu quruculuğu. Güclü siyasət. Nəticə itibarilə güclü Azərbaycan. Bəs Azərbaycanın bir Heydər dühasının tarixi necədir? Tarix 10 may 1923-cü il. Sovet Sosialist Respublikalar İttifaqı, Azərbaycan SSR, Naxçıvan Muxtar Respublikası. Əliyevlər ailəsində bir oğlan evladı dünyaya gəlir. Bu oğlan evladının adını atası Əlirza bəy və anası Heydər qoyur. Bu balaca Heydər vaxt gələcək bütün Azərbaycan xalqını böyük bir bəladan qurtaracaqdı. O 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil almışdır. Başlanan müharibə səbəbindən isə təhsili yarımçıq qalmışdır. O, Naxçıvan Muxtar Sosialist Respublikasında bir çox vəzifələrdə xidmət etmişdir. O, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Dövlət Təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. O, Leningrad və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini uğurla başa vurmuşdur. Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin müavini, 1967-ci ildə isə sədri seçilmişdir. Eyni zamanda həmin il ona general-mayor rütbəsi verilmişdir. Heydər Əliyev 1969-cu il 14 iyul tarixində Azərbaycanın SSR-nin 1982-ci ilə qədər rəhbəri olaraq vəzifədə çalışmışdır. Vəzifədə çalışdığı müddət ərzində Heydər Əliyev sosial həyata, xalqın rifahına, təhsilə, mədəniyyətə, hərbi xidmətlərə və və s. kimi digər sahələrə mühüm üstünlük vermişdir. Heydər Əliyev eyni zamanda Azərbaycan SSR Rəyasət Heyətinin üzvü, SSR və Azərbaycan SSR Ali Sovetinin deputatı olaraq müxtəlif vəzifələrdə çalışmışdır. O, 1990-cı ildə Bakıda törədilmiş dəhşətli 20 yanvar faciəsinə qarşı Azərbaycan SSR-nin Moskvadakı nümayəndəliyində bunu sərt bir şəkildə tənqid etmiş, eyni zamanda bu faciənin törədənlərin ağır şəkildə cəzalandırılmasını tələb etmişdir. O, Azərbaycanın hər çətin günündə Azərbaycan xalqının yanında olmuşdur. Azərbaycan xalqı 1993-cü ilin may-iyun ayında Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə Prezident Əbülfəz Elçi bəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevi ölkənin başına keçməyə çağırmışdı. Və elə eyni zamanda həmin dövrün ölkə başçıları və nazirləri də onunla razılaşmış və Heydər Əliyevi ölkəyə, Azərbaycana çağırmışdı. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Eyni zamanda həmin ilin 15 iyununda Azərbaycan prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. Və 1993-cü il 3 oktyabrda Azərbaycan Respublikasının prezidenti seçildi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasındakı ilk hakimiyyəti artıq başlamışdı. O, xalqın hər zaman yanında idi. Sıx-sıx xalqla görüşlər keçirirdi, şəhərlərə səfərlər edirdi. Eyni zamanda yalnız xalqla deyil, xalqın sənətçiləri ilə də görüşlər keçirir. Xalqın sənətçilərini, jurnalistləri, rəssamları, musiqiçiləri, necə deyirlər, hər sahədə hər kəsə dəyər verirdi.
çok olur. 10 dəqiqə. Tam 10 dakika lazım yok. Burada hazır yok hamburger. Hazır hamburger belə gətirək. Ha getir hazır. Gülmeli söz değil. Yok gülmez. Sen de siyasi Yok söyleme. siyasetle işim yoktur. Gülmeli. Gülmeli. O gün olsun ki sizin 80 illiğinizi bir prezident kimi yenə elə posta olasınız. Biz də səhnədən çıxıb sizi doyunca güldürəyik. Mən söz verirəm ki 80-cı ildə sizi doyunca güldürəcəyim. Yəni demək istəyirəm ki, həkimin dilində də danışır, heykəltaraşın dilində də danışırsınız. Sizi nə deyim bala, milyonların, milyardların yerinə öpəcəyəm sizi. Heydər Əliyev nəinki mədəniyyət və sosial həyatın inkişafı ilə, eyni zamanda neft sektoru və qeyri-neft sektoru ilə də ciddi şəkildə məşğul idi. This is the new beginning for the oil industry. Eyni zamanda Heydər Əliyev təhsil sahəsində də güclü şəkildə önəm verirdi. Heydər Əliyev hər getdiyi rayonda, hər getdiyi şəhərdə məktəblilərlə görüşür, eyni zamanda məktəbləri ziyarət edirdi. Bundan başqa, Bakı şəhərində yerləşən bir çox məktəbdə müasirləşdirilmə işləri ilə tanış olur və təhsil səviyyəsinin inkişafına xüsusi diqqət yetirirdi. Bundan başqa, Azərbaycanı böyük bir neft ihracatçısına çevirmək istəyən Ulu Öndər Heydər Əliyev 20-ci əsrin sonlarında Türkiyə və Gürcüstanın baş naziri ilə birlikdə Bakı-Tiflis-Ceyhan neft kəmərinin təməl qoyma mərasimində iştirak etmişdi. Bu neft kəməri Azərbaycanın neftini Avropaya daşıyacaqdı. Müasir Azərbaycanın güclü iqtisadiyyata sahib olması isə sözsüz ki, neft sahəsi ilə bağlı idi. Elə neft sahəsi barədə ilk addımlar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Avropa ölkələri ilə imzaladığı əsrin müqaviləsi ilə başlamışdı. Belə ki, bu müqavilədən sonra Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Azərbaycanın iqtisadiyyatı daha da güclənmiş və neft sektoru Azərbaycan iqtisadiyyatında əsas yeri tutmuşdu. Günümüzdə də neft sektoru qeyri-neft sektoruna nisbətən payın böyük bir hissəsini daşıyır. Birliğinde, dünya iktisadiyatı birliğinde öz layıklı yerini tutar. Heydər Əliyevin neft sektoruna verdiyi önəm sayəsində bugün müasir Azərbaycan iqtisadiyyatı dünyanın ən güclü iqtisadiyyatları sırasındadır. Heydər Əliyev uşaqlara da çox böyük dəyər verirdi. Uşaqlar onu Heydər Baba adı ilə çağırırdılar. Eyni zamanda nəinki Azərbaycan xalqının gözündə, uşaqların da gözündə Heydər Əliyev əsl öndər sayılırdı. Ulu Öndər şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil edilmiş yeni il şənliyində 1997-ci ilin 31 dekabrında da uşaqlara olan diqqətini əsirgəməmişdi. Bütün uşaqların arzu və diləklərini yerinə yetirmiş, hər bir uşağa xüsusi diqqət yetirmişdi. Eyni zamanda bunu Heydər Əliyev Müstəqilliyimiz əbədidir 14-cü nəşr kitabında da görmək mümkündür. Eyni zamanda Ulu Öndər Heydər Əliyev bəyanatlarında və müsahibələrində bütün dünya mediasına, ondan Dağlıq Qarabağ haqqında sual soruşan telekanallara, jurnalistlərə cavabında çox yaxşı bir cavab vermiş və Ermənistanın işğalçı dövlət olduğunu açıq şəkildə bildirmişdir. Sualların birində deyilir: Məlumdur ki, Ermənistanın prezidenti öz vəzifəsini tərk etmişdir.
Şübhəsiz ki, bu Dağlıq Qarabağ probleminin həll olunmasını çətinləşdirəcəkdir. Bu məsələyə sizin münasibətiniz necədir? Heydər Əliyevin cavabı isə bu şəkildə olur. Şübhəsiz ki, bu problemi müəyyən qədər çətinləşdirəcəkdir. Çünki Prezident Petrosyanla bir neçə ildir ki, bu barədə bilavasitə danışıqlar aparıldı. Bir-birinə müəyyən qədər inam yaranmış. Yeni seçilən prezidentlə bizim aramızda danışıqlar başlanmışdır və ondan sonra biz baxmalıyıq ki, bu danışıqlar necə gedir. Amma güman edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına alternativ yoxdur. Ona görə də mən hesab edirəm ki, bu danışıqlar davam edəcəkdir. Sadəcə lazımdır ki, indi Ermənistanda yeni prezident seçilsin və biz bundan sonra danışıqları davam etdirəcəyik. Şübhəsiz ki, belə vəziyyət bizim işimizi ləngidir. Heydər Əliyev, Azərbaycan Respublikasının prezidenti. Eyni zamanda Ulu Öndər Heydər Əliyev Rusiya, Türkiyə, İran, Gürcüstan və Amerika Birləşmiş Ştatları kimi bir çox yaxın respublikalara sıx-sıx görüşlər keçirir və prezidentlərlə görüşürdü. İndi isə Azərbaycanın bir Heydər dövhasının son nitqlərini dinləyək. Biz müstəqilik, biz sərbəstlik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. İllərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Və Azərbaycanın bir Heydər dövhası 2003-cü il 12 dekabrda ABŞ-ın Klinvet klinikasında vəfat edir.